Hə, gəlin bu suala cavab verək. Bu sual qəşəng sualdır. MİQ imtahanlarına gələ bilər. Yəni burada AD 2K-dır onsuz da. Bu da nədir? 3K-dır. Dünənki isbat dərsimiz çox yararlı dərsdir. Yəni şagirdlərinizə göndərə bilərsiniz, tanışlarınıza göndərə bilərsiniz. Yəni xəbəri olmayanlar çoxdur o dərsdən. Hə, bu sualda nə yada düşməlidir? Çox qısa bir məntiqi var. Baxın bir cümlə deyim. Burada xüsusi, məsələn, filan düstura falan ehtiyac yoxdur. Bir cümlə deyim. Mansur müəllim, yəqin ki, xarici təmbölənlə siz dediniz. Fikirləşirəm ki, o yadınıza düşdü. Burada xarici bucağı tam bunu davam elətdirirsiniz. Bu da 75 dərəcə olur güzəştdə durmaq üçün. Amma mən bir cümlə deyim bunun üçün əlavə. Mən nə vaxt ki, bir tərəf üzərində nisbət görürəmsə, orada mənim yadıma düşəcək ilk qaydalardan biri Fales teoremidir. Yəni oxşarlıqdır. Yəni mən nə edirəm? Buradan özüm də paralel aparıram ki, bura. Bu tərəfdə də nisbətlər alım. Onda paralel aparanda burada bir F deyək. Bu çarpaz bucaqlardan, çünki bu buna paraleldir. Çarpaz bucaqlardan burada 30 dərəcə olur və burada 75 dərəcə olur. İndi şəklin belə çəkilməyinə baxmayın. Hə, onda bu üç bucağımız necə üç bucaq olur? Bərabər yanlı. 75, 75, 30. Onda burada nə olur? 6. Onda neyniyim? Buranı da silin. Bunlara heç baxmayın. Onda neyniyim? Falesi yazın. Altına nə inirdi? Üç bucaqlarda oturacağın oturacağa yan tərəf olan nisbəti. Bu da oldu nə qədər 10? Mansur müəllim, yəqin ki, siz xarici təmbölənlə, bucağın xarici təmbölən qaydası ilə yazdınız. Həmişə bu nisbəti görəndə paraleli yadınıza düşsün. Bir də sahə yadınıza düşsün, o da var. Yəni sahə ilə də getmək olar, amma burada bu xüsusi bucaqlar olduğuna görə, qoy ona mən gətirim yenə, qaraladığım yerə. 30, 75, o 2 dənə 75 plus 30, 180 verdiyinə görə 3 bucaq qurmaq da yada düşür. Bir də xarici bucaq da yada düşür. Baxın, burada 75'dir. O xarici bucağın təmböləni o qədər də bizim proqramda istifadə olunmur. Ona görə mən sizə məsləhətim odur ki, bu paralel qurub oxşarlığa gətirməklə həll eləyin.